İrandan biz danışdıq. Mən belə baxıram, hələ də zəng yoxdur. Danışmaq istəyən yoxdur. İranda çox qorxulu proseslər baş verir. Dünən yəqin hamımız eşitdiniz. Hələb şəhərindən Suriyanın milli qoşunları, dövlət qoşunu Hələb şəhərindən PKK-nı vurub çıxartdı. Bunlar avtobuslarla oradan təslim olan oldu, qaçan qaçdı, təmizlədilər. Hamıya belə gəlir ki, Hələbdən terrorçular təmizləndi. Amma yayılan məlumatlara görə Hələbdən çıxan terrorçular hamısı İrandakı terrorçulara köməyə gedir. İranda PKK möhkəm silahlanıb, İsrail dövləti, terrorçu İsrail orada PKK-nı silahlandırıb, İranın daxilindən ciddi proseslər gedir. Oradakı türklər isə əli silahsızdır. Ərəstə, mən xoş gördük. Hoş gördük Qurban bəy. Bütün Azərfilm izləyicilərini salamlayıram. Valla siz deyirsiniz ki, zəng görmədiniz mövzu ilə bağlı, amma siz başqa mövzudaydınız deyə mən şəxsən 1 saat gözlədim ki, o mövzu bitsin. Siz elan olunan mövzuya keçəsiniz, ona görə qoşulun. Mane olmaq istəmədim sadəcə. Mən link atmışam. Bilirsən ki, sən qoşulan kimi mövzu... Yox, elə deyil də. Yəni bir ardıcıllıq var, bir media iş qaydası var. Siz bunu məndən yaxşı bilirsiniz. Bir daha hər kəs salamlayıram və bəyənməyi, paylaşmağı xahiş edirəm. Qurban bəy, icazənizlə bugün mən sizin suallara cavab verim. Olar mı belə? Buyurun, buyurun, buyurun. Bax, sual belədir Ərəstun bəy. Efirə başlamamışdan qabaq tamaşasında məndən xahiş ediblər. Özdəki məxsusi sizdən ki, buna bir aydınlıq gətirək. Deməli, Suriyadan PKK-nın təmizlənməsi ilə bağlı, xüsusilə Hələbdən dünən şairlər yayıldı. Bu yandan da İranın daxilinə gedən proseslər bilirsiniz. İranda müxtəlif qruplar var, müxtəlif etnik qruplar var. Amma ən böyük etnik, belə deyək, azlıqlardan biri, azlıqda olan etnos deyək, Kürtlərdir. Orada da onların arasında xeyli PKK-çılar var. Onlar hamı silahlanmış vəziyyətdədirlər. İranda yaşayan Cənubi Azərbaycanda biz Kürtlər qardaşlarımız silahsızdırlar. Orada nə baş verə bilər? Gözlənilən hansı hadisələr baş verə bilər və Azərbaycan nəyə hazır olmalıdır? Bizim münasibətimiz necə olmalıdır İranda baş verən proseslərə? İstədik bu suala bir geniş cavab verəsiniz. Buyurun. Təşəkkür edirəm. Qurban bəy, icazənizlə birinci İran böhranının səbəblərindən qısaca danışaq. Şübhəsiz ki, böhranın bir mənalı və yeganə səbəbkarı bugün İranı idarə edən rejimdir. İstənilən bir ölkədə böhran yaranırsa, istər siyasi, istər iqtisadi böhran, buna birinci məsuliyyət daşıyan kimdir? Həmin dövləti idarə edənlərdir. Çünki İran özünün İslam dövləti elan olunması səbəbindən, bu yaxşıdır, pisdir, buna qiymət vermək mənim işim deyil. Bilirsiniz ki, 79-cu il inqilabından sonra İranda İslam üsul idarəsi məhz referendumun nəticələri əsasında tətbiq olunmuşdur. Və həmin dövrdə İran İslam Cumhuriyyəti qurulanda Qərb dövlətləri İrandakı resurslara nəzarəti itirdilər. Və aydın məsələdir ki, Pəhləvi sülaləsi də, onlar ümumiyyətlə sülalə dedikdə, yəni onların heç bir o şah hiyerarxiyasına falan aidiyyəti olmayıbdır. Adi adamlar olublar, gətirib onları Mərkəzi Kəşfiyyat İdarəsindən Britaniya kəşfiyyatı çıxartdı hakimiyyətə və onlardan bir idarəçi sülalə yaratdı. Və həmin Məhəmməd Rıza Pəhləvi, sonuncu şah, o artıq bir dəfə qovulmuşdu. Qaçıb gedib Avropada gizlənmişdi, heç kim ona sahib çıxmırdı. Təzdən o İtaliyalı hansısa bir sahibkar, biznesmen, əlaqələri hesabına, yəni bunun tarixçəsi var. Onu gətirdilər, o ötərilər götürdü ki, bütün o resursları öz dırnaq arası sahiblərinə, yəni Qərb transmilli şirkətlərinə qaytaracaq və beləliklə də bu hadisə gəldi sonunda İslam inqilabı ilə bitdi, 79-cu ildə. Amma məsələ burasındadır ki, bundan sonra İrana tətbiq olunan beynəlxalq sanksiyalar elə bir şərait yaratdı ki, İranda faktiki olaraq bir
mütləqiyyət hakimiyyəti formalaşdı. Və o mütləqiyyət hakimiyyətində olanlar, özəlliklə də İnqilab Keşikçiləri Korpusu, onların xüsusi əhəmiyyəti var idi. Niyə əhəmiyyəti var idi? Çünki hakimiyyətə gələn teokratik hakimiyyət, quruluş İran ordusuna inanmırdı, etibar eləmirdi. İran ordusunun zabitlərinin, orta və yüksək təbəqə zabitlərinin mütləq əksəriyyəti qərb ölkələrində hərbi təhsil almışdı. Və artıq faktiki İranda alternativ bir silahlı qüvvələr yaradıldı. Həmin o İslam İnqilabı Keşikçiləri Korpusu. Bundan sonra biz İran müharibəyə cəlb olundu, İraqla Səddam Hüseyn hücum elədi İrana və s. Bütün bu dövrdə bir keçid dövrü deyək buna, bugünlə o dövrü götürsək, bu aralıqda sanksiya şəraitinə uyğunlaşaraq İran İslam Keşikçiləri İnqilab Keşikçiləri Korpusu generalları faktiki olaraq iqtisadiyyatı nəzarətə götürürlər. Yəni İran eksportunun, ixracının və o da əsasən neft və qaz ixracından ibarət idi. Faktiki olaraq qara yollarla, gizli iqtisadiyyat belə deyək də, İran iqtisadiyyatında obyektiv səbəblərdən üstünlük təşkil etməyə başladı. Bundan sonra belə olduğu halda da bilirsiniz, yəni bu monopoliyadır. Yəni Azərbaycanda sosial vəziyyət baxımından, iqtisadi vəziyyət baxımından nə baş verirsə bugün, nə baş verdirsə, İranda da o baş verdi. Bunun başqa bir adı yoxdur. Və eyni zamanda da aydın məsələdir ki, İrandakı hakimiyyət, rejim heç bir halda siyasi alternativləri qəbul eləmirdi və onlar ciddi şəkildə təqib olunurlar. Eyni zamanda da şübhəsiz ki, İranı destabilizasiya etmək üçün oradakı müxtəlif separatçı təmayüllərə, dəstələrə, hətta orada bir mücahidin xalq qrupu da yaratdılar. Onun da özü haqqında Qərbdə çox mübahisəli mövqelər var. Bir çoxları hesab edir ki, o terrorçu təşkilatdır. İran da onu terrorçu təşkilat kimi tanıyır. Və nəticədə gəldi bu separatçılar faktiki olaraq siyasi oponent düşərgə formalaşdırdılar. Yəni onların əli ilə daha dəqiq desək, İrandakı hakimiyyətə bir alternativ deyək və yaxud müqavimət cəbhəsi yaratdılar. Yeri gəlmişkən, İranda Kürd əhalinin sayı çox deyil. İranın Kürd əhalisinin sayı təxminən 1,5 milyon. Amma məsələ burasındadır ki, onların da öz separatçı təşkilatı var, PEJAK deyirlər buna. O sol təmayüllü bir partiyadır. Kürd partiyalarının çoxu yeri gəlmişkən sol təmayüllüdür. Sosialist yönümlüdür. Çünki vaxtı onların əksəriyyəti SSR tərəfindən yaradılmışdır. Və indi artıq onlar hamısı bir düşərgədir. İstər Suriyadakı Kürd terrorçu təşkilatlar olsun, istər Türkiyədəki, istər İraqdakı, istərsə də İrandakı. Çünki artıq onları birləşdirən başqa bir amil var və bu da ilk növbədə İsraildir. Aydın məsələdir və İsrail bunu gizlətmir. Amma Kürd separatçılığının İranda şansları o qədər də yüksək deyil. Dediyim kimi, onlar əhali olaraq çox azdır. İran əhalisinin təxminən 2%-ni təşkil edir. Amma kifayət də böyük əraziyə sahibdirlər və silahlıdırlar. Ərazi belədir, Qurban bəy. İran hakimiyyəti bilərəkdən hətta Azərbaycan ərazilərini də Kürdlərin nəzarətinə verirdi. Məhz Azərbaycanlıları sıxmaq üçün, sıxışdırmaq üçün, bilirsiniz, burada Urmiyə məsələsi var. Urmiyədə kütləvi Kürdlər köçürülüb ora. Və İran hesab edibdir ki, İran yerarxiyası, hakimiyyət yerarxiyası hesab edib ki, Azərbaycanlılar daha böyük, Azərbaycan Türkləri daha böyük təhlükə mənbəyidir. Ona görə onlara qarşı Kürdləri istifadə etmək lazım. Yəni, bütün imperiya dövlətləri, çox millətli dövlətlər özünü qorumaq üçün bu taktikadan istifadə edir. SSR-də də eyni şeylərdən istifadə olundu. Britaniya imperiyası da vaxtilə eyni şeylərdən istifadə edir. Bugün Amerika Birləşmiş Ştatları da eyni şeylərdən istifadə edir. Yəni, burada artıq indi İranın bu böhran vəziyyəti yarandı. Böhran bir neçə dəfə yarandı. Biz barədə danışmışıq sizlə. Bu dəfəki böhran əlbəttə ki, artıq miqyas baxımından əvvəlkilərlə müqayisəyə getmir. Çünki bu artıq deyək ki, bir ümumxalq böhrandır və bu ümumxalq böhran
artıq İranın demək olar ki, bütün ərazilərini əhatə edir. Yeri gəlmişkən, biz ərazi baxımından yanaşsaq, ərazi böyüklüyü baxımından, İranda deyək ki, ən böyük ərazilərə yayılan xalq Bəluçlardır. Amma o ərazilərin böyük əksəriyyəti səhralıqdır və yeri gəlmişkən, Bəluçlarda da separatçı meyillər, təşkilatlar var. Onlar da İran rəsmi dövlət qurumlarına dəfələrlə hücumlar eləyiblər, çox qətlə yetiriblər polisi, İnqilab Keşikçiləri Korpusunun əməkdaşlarını. Yəni, indi burada belə bir mənzərə və İrandan nə istəyirlər? Burada artıq mövqelər açalanır. Aydın məsələdir ki, biz qlobal bir mənzəriyə baxsaq, görürük ki, İranın müttəfiq olan və İrana tərəfdaş olan ölkələr var. Bu ilk növbədə Rusiya və Çindir. Və İrana düşmənçi mövqe sərgiləyən ölkələr var ki, bu qərb ölkələridir və İsraildir. Qərb ölkələri də belədir. Avropa hər zaman İrana ABŞ-la müqayisədə daha layal yanaşırdı. Və yeri gəlmişkən, İran siyasəti çox məharətlə bu qərbin iki cinahı arasında manevr edibdir. Onları qarşı-qarşıya qoyubdur. Obama dönəmində, ABŞ prezidenti Barack Obama'nın dönəmində İranın nüvə proqramı ilə bağlı 6 tərəfli müqavilə imzalandı. Yəni 6+1 idi onun adı. BMT Təhlükəsizlik Şurasının daimi 5 üzvü ABŞ, Rusiya, Çin, Fransa, Böyük Britaniya, Almanya daxil oldu bura və eyni zamanda da +1, yəni İran. Və bundan sonra bilirsiniz ki, İran üzərindən sanksiyalar xeyli dərəcədə qaldırıldı. İrana investisiyalar gəlməyə başladı və Donald Trump'ın hakimiyyətə gəlməsi, onun ciddi İsrail təsiri altında olması gətirib ona çıxardı ki, Donald Trump bir tərəfli qaydada beynəlxalq hüquq normalarını pozaraq, çünki bu beynəlxalq müqavilə idi, bu bir tərəfin müqaviləsi deyildi, çıxdı o müqavilədən və buradan növbəti bir böhran mərhələsi başladı. Yəni, sanksiyalar yenidən bərpa olundu, əlavə sanksiyalar tətbiq olundu. Amma problem ondadır ki, İran rejiminin özü də bu şəraitdən çıxmaq üçün həmin o daxilindəki qara bazarı və ona nəzarət edən monopoliyanı ləğv edə bilmədi. Və nəticədə nə alındı? Əhalinin böyük bir hissəsi yoxsullaşdı. Dediyim kimi, sanksiyalar bu obyektiv səbəbdir. Amma subyektiv səbəb odur ki, İran məhz İnqilab Keşikçiləri Korpusunun layallığını qoruyub saxlamaq üçün hakimiyyətə, onları həmin o resurslardan məhrum etmək qərarından vaz keçdi və yaxud sadəcə bunu bacarmadı. Və gəldi bu böhrana çıxdı. Amma indi Avropalılar İran siyasətində demək olar ki, heç bir aktiv iştirak eləmirlər. Burada aktiv iştirak edən, görüntüsü yaradan Amerika Birləşmiş Ştatlarıdır. Yəni, mən hesab edirəm ki, Donald Trump'ın hansı hərəkət edəcəyini son özü də bilmir. O da oradan mı İrana hücumlar eləyəcək, zərbə indirəcək? Onun yaxın şərqdə bunun üçün yetərincə resursları varmı? Biz gördük, həmin o İsrail 12 günlük müharibə dönəmində güya İranı bombaladılar. Sonra məlum oldu ki, bu daha çox imitasiya olubdur. Və bunun da səbəbi var. Səbəb nədir? Amerika Birləşmiş Ştatlarının bugünkü administrasiyası ölkə daxilində özünün təmsil elədiyi respublikaçılar tərəfindən çox sərt tənqidə məruz qalır ki, ABŞ faktiki olaraq İsrailin alətinə çevrilirdi. Və bu da özünü göstərdi. Göstərməyə bilməzdi. Sonuncu Netanyahu-Trump danışığından sonra iki maraqlı bəyanatı Trump verdi və bir maraqlı bəyanatı Netanyahu. Netanyahu bəyanat verdi ki, artıq İsrail Amerikanın yardımından imtina etmək yolunu tutur. O öz sənayesini, o cümlənin hərbi sənayesini inkişaf etdirəcək. Bilirsiniz ki, Amerika Birləşmiş Ştatları ildə 3 milyard dollar civarında İsrailə hərbi yardım edir. Bundan əlavə də İsrailin həmin o Qəzədəki soyqırımı başlayandan müxtəlif rəqəmlər səsləndirilir. Ən azı 40 milyard dollara yardım, silah yardım göndərilir İsrailə. Digər tərəfdən isə Donald Trump İranla bağlı
birinci bəyanat oldu ki, hədələdi. Yenə deyirəm, bu hədələri ciddi qəbul etmək lazım deyil. İkinci bəyanatı Rıza Pəhləvi ilə bağlıdır. Dedi ki, hə o yaxşı oğlandı, nə bilim belədir. Amma qoy görək də biz orada... Maraqlı oldu bu arada onu dediyi. Bəli, yəni ələ saldı faktiki. Dedi ki, amma biz görək orada güc göstərən kimdir güclü? Yəni ki, biz güclü ilə danışacağıq. Və məhz bunun ardınca İran hakimiyyəti hərəkətə keçdi və başladı həmin o etirazçıları gülləbaran edir. Yəni İran hakimiyyəti... Ərəstum, mən burada bir vacib məsələni istədim vurğulaya. O biz güclü ilə danışacağıq, görək nə olacaq. Bu həm də bu mesaj bütün belə deyək, dünya xalqlarınadır, həm də Azərbaycanadır, dostlar. Bütün ölkələr müxalifəti ortağa güc qoymadıqca dünya bizi saymayacaq. İlham Əliyevin ətərindən yapışacaqlar. Tamam edin buyurun. Qurban bəy, Colani İraqda hakimiyyəti, Suriyada hakimiyyəti götürməsə kim idi ondan danışan? Onu terrorçu elan eləmişlər, hələ başına da pul təyin eləmişlər. Amma bunun hamısını ləğv elədilər, onu hətta Ağ Evdə qəbul elədilər. Yəni bunu mənim hər zaman dediyim formuldur. Gözləmək lazım deyil ki, kimsə gəlib məni xilas eləyəcək və yaxud məni gətirib hakimiyyətə oturduracaq. Xeyr, dünyanın ən süper gücü belə, istənilən ən cırtdan ölkədə güc sahibi, söz sahibi kimdirsə onunla danışacaqdır. Bu qanuna uyğunluqdur, bu qanundur, bu siyasətin sadə bir formuludur, bu əlifbasıdır siyasətin. Və bunu deyən kimi də Donald Trump həmən İran hökuməti keçdi hərəkətə və başladı bütün bu ixtisasçılara qarşı, etirazçılara qarşı kütləvi repressiyaları. Yəni birbaşa gülləbaranları. İndi orada müxtəlif məlumatlar yayılır, videolar yayılır. Mən bu şeylərə inanmıram sözün düzü. Ola bilər daha çox öldürülüb, ola bilər az öldürülüb. Bilsiz, indi fake məlumatlar həddindən artıq çox yayılır. Amma bu önəmli deyil. Önəmli olan nədir? Önəmli olan odur ki, Donald Trump göstərdi ki, ABŞ-İsrail layihəsinə qol qoymur. Və bugün, bunun da əlamətləri bugün özünü İsrailin demək, The Jerusalem Post qəzetində göstərib. Orada bir redaksiya məqaləsi var. Məqalədə göstərilir ki, Pəhləvi ümumiyyətlə birləşdirici fiqur deyil. O İranda heç bir halda hakimiyyətə gələ bilməz və gəlsə bunun nəticələri pis olar. Amma bu demək... Onun sosial bazası yoxdur və bir də orada bilirsiniz də o keçən dəfə dədəsi türklərə qarşı necə alçaq... Bəli, Qurban bəy, Azərbaycanın özündə bugün İsrailin sifarişindən çox güman ki, Pəhləvini vahid, mümkün lider kimi təqdim etməyə çalışan media resursları var ki, onlar birbaşa hakimiyyətə bağlıdır, Azərbaycan hakimiyyətə. Biabırçılıq deyil, bu yığışıb ziyalı adına öz başlarına gələn bəlanı həll elə bilmirlər. Nətər deyirlər, xalqın sözü var, deyir ki, özünə umaz ola bilmir, İrana ərişdə kəsir. Oturub burada Cənubi Azərbaycan talihin kişilər əldə edir. Yəni, məsələ burasındadır ki, Azərbaycan mediası, dünən mən buradan salamlayıram, Əvəz bəy çıxış eləyəndə Azərbaycan Xalq Parlamentinin iclasında yeri gəlmişkən dünənki bu ilin birinci parlament iclası münasibətlə mən hər kəsi alqışlayıram. Azərbaycan Xalq Parlamenti dünən bir də göstərdi ki, o ciddi bir siyasi güc mənbəyidir və ona qarşı olan bütün təxribatlar effektiv olmadı və olmayacaq. Mən o cümlədən də keçmiş səfir Arif Məmmədova təşəkkür edirəm ki, dəvətimizi qəbul edib gəlib çıxış elədi orada. Mən orada da dedim ki, İran məsələsi ilə bağlı Azərbaycanın özünün təlimatı yoxdur, belə gördüyünüz. Çünki baxıram, fərqli yazırlar. Adətən təlimat olanda hamı eyni şəkildə yazır. O Əvəz bəy demiş, WhatsApp-la göndərilir. Amma burada görünür ki, WhatsApp-la gələn, məsələn, bəzi kütləvi informasiya vasitələrinə başqa dövlətlərdən gəlir. Hər bir halda Pəhləvilər məsələsi qapadıldı. Ümumiyyətlə, Pəhləvi məsələsi həmişə İsrailin layihəsi olubdur. Amerikalılar üçün isə bu bilirsiniz nə olubdur? O, Rus dilində belə bir söz var, Pugola deyirlər. Pugola nədir? Bu postanda belə müqavva asırlar. Müqavva, hə? Hə.
Quş qorxutmaq üçün. Güya ki bu insandır. Bax, Pəhləvi, Rıza Pəhləvi həmişə Amerikalıların siyasətində o müqavva rolunu oynayırdı. Atıblar ortaya, oynadıblar, ondan sonra çəkiblər kənara, ondan sonra deyiblər, hə, yaxşı sən hələ gözlə. Və biz eyni şeyi də senarində harada gördük? Venezuelada. Nobel sülh mükafatına qədər verdilər, onların o lider qadını. Sonra Trump dedi ki, o idarə eləyə bilməz. Yəni ki, sənin işin bax, belə müqavva kimi istifadə olunmalıdır. Yəni, burada xalq iradəsini ortaya qoymalıdır. Azərbaycanda da Ərəstunda bir şeydə Azərbaycanda da o müqavva kimi istifadə olunan kifayət müxalifətçisi var, ha? Var, hər yerdə var. Hər yerdə var. Bilirsiniz, o Napoleonun Daxili İşlər Naziri olmuş Joseph Fouche'nin məşhur bir ifadəsi var. Bir satqınlara nifrət edirəm, amma onlarsız heç nə alınmır. Yəni ki, belə xidmət göstərimlər hər yerdə var, bütün ölkələrdə var. Hətta demokratik ölkələrdə də var, yer gəlmişkən. Amma məsələ burasındadır ki, bugün İranla bağlı 3 mümkün senari, mənim gördüyüm 3 mümkün senari başlaya bilər. 1. Doğrudan da İrana hansısa hava zərbələri indirilir, amma bu rejimin dəyişməsi demək olmayacaqdır. Əksinə, əhalinin bir hissəsini daha çox bugünkü hakimiyyətə meyilləndirəcəkdir və hakimiyyət də bundan istifadə edərək seçkili hakimiyyətin, yəni prezident hakimiyyətinin rolunu bir qədər artıracaqdır. Bu 500 il tarixi olmuş dövlətdir, olan dövlətdir. Yəni ən azı modern dövrü götürürəm, müasir dövrü götürürəm. Onun manevr imkanları hələ var. Baxmayaraq ki, vəziyyət çox kritikdir. İkinci senari budur ki, İranda separatçılıq baş verir, parçalanma olur. Buna mən inanmıram. Niyə inanmıram? Azərbaycan türklərinin böyük bir hissəsi İranı özünün, öz babalarının və ulu babalarının qurduğu dövlət kimi qəbul edir və onun sahibi sayır özünü. Kiçik bir ərazinin yox. Məhz onun sahibi, o dövlətin, böyük İran dövlətinin sahibi sayır özünü. Hansı ki, İran dövləti bütün böhran vəziyyətlərinə baxmayaraq, bugün yaxın şərqdə əsas regional oyunculardan biridir. 3 əsas oyuncudan biridir. Onun biri Türkiyədir, biri İsraildir, biri İrandır. Və 4-cü olmağa da bugün iddialı Səudi Ərəbistanıdır. İndi sual olunur ki, bəs yaxşı, qərb ölkələri deyək ki, İranda hakimiyyəti dəyişmək istədi Amerikalılar. Və dəyişdilər. Lap deyək ki, hərsən mən buna şübhə edirəm. Birinci şübhə edirəm ki, onu istəyirlər, ikinci şübhə edirəm ki, onu bacararlar. Deyək ki, dəyişdilər. Bu nə vəd edir? Bu ən azı bir neçə illik qeyri-sabitlik vəd edir ki, mən hələ onu demirəm ki, İran dövləti mərkəzləşmiş idarə etməsini bitirir və onun ərazilərində müxtəlif cihadçılar, terrorçular, vəhabilər, o adam yiyənlər, baş kəsənlər peyda olur. Və İranın hərbi arsenalı keçir onların əlinə. Bu kimin üçün təhlükədir? Bu hamı üçün təhlükədir. Yəni, Azərbaycan türklərini qol qoymadığı proses İranda baş tutmayacaqdır. Heç bir senari baş tuta bilməz. Üçüncü senari odur ki, İran hakimiyyəti bu təzyiqlər qarşısında müəyyən bir kompromis məsafəsi müəyyənləşdirir və gedir ABŞ-la danışığa. Məsələn, Qətərin vasitəsilə, əvvəllər vasitəçiliyi və bu əvvəl Omanın vasitəçiliyi olubdur. Bugün ABŞ-ın bilirsiniz ki, əsas yaxın şərq üzrə təmsilçisi Türkiyədəki səfir John Barakdır. Onun özü Livan əsillidir. Onun vasitəsilə, Türkiyə vasitəsilə və bununla da İran üzərindən müəyyən sanksiyalar qaldırılır. Qərb şirkətləri gəlir İranda işləməyə və məsələ qapadılır. Yəni, bütün variantlar, belə deyək də, keçərlidir. Nisbətlər müxtəlifdir təbii ki. Birinin 10% şansı var ola bilsin, birinin 30%, birinin 60% və əksinə. Amma İranda baş verən proseslər
bugünün özündə Azərbaycan üçün təhlükədir. Niyə təhlükədir? Birinci, ona görə ki, mən bəlkə burada deyəcəyim şey bir çox həmvətənlərimə xoş gəlməsin. Üzr istəyirəm, əslində o mövzuya keçməmişdən öncə əvvəlki dediyiniz məsələ ilə bağlı bir şey mən tamaşaçılarımıza xatırladım ki, nəyə görə Cənubda yaşayan Azərbaycanlılar İrana bütövlükdə öz dövləti kimi baxır. Dostlar, ərəblərin Bəsrə körfəzi adlandırdıqları bir körfəz var. Onu İranlılar Fars rejimi Fars körfəzi adlandırırlar. O körfəzin əsl adı Kəngərli körfəzidir. Kəngərli körfəzi isə qədim Türk tayfalarıdır. Yəni, bizim hamımızın qan yaddaşında, xüsusilə də bugünkü güneydə yaşayanların qan yaddaşında o Kəngərli körfəzi qədim Türk körfəzi, qədim Türk yurdu kimi tanınır, qəbul olunur. Burada say baxımından da, hökm baxımından da, idarə güc baxımından da Türklər həmişə aparıcı olub. Ona görə də mən özüm də dəfələrlə Təbrizdə, Ərdəbildə olanda adamlarla danışmışam, söhbətlər aparmışam. Görmüşəm ki, Rəstum bəy, bunların aydan bölünmək, parçalanmaq, şimaldan birləşmək belə fikirlər adı yoxdur. Onlar əksinə deyirlər ki, İran bizimdir, İran Türk dövlətidir. Siz bizə birləşməlisiniz. Bunların çoxu belədir. Qurban bəy, bilirsiniz, yaxın tarixdən bəlli olan ən azı 1501-ci ildən bu yana Pəhləvilər xaric, o da bir 30-40 ili əhatə edir. İran dövlətini idarə edən Azərbaycan türkləri. Və o dövləti, bugünkü İranı quran da Azərbaycan türkləri olmuşlar. Bizim tariximizi ona görə saxtalaşdırırlar, bizi ona görə millət olaraq aşağılamağa çalışırlar, bizi sındırmağa çalışırlar ki, Azərbaycan xalqı dövlət qurucu və imperiya xalqıdır. Bəli, Azərbaycanlılar, Azərbaycan türkləri imperiya xalqıdır. Bunu heç kim dana bilməz. Və bugün artıq, bax o istər Qərb, istər Rusiya tərəfindən saxtalaşdırılmış tarix asta-asta öz məcrasına qayıtmağa başlayır. Haradasa alimlər peyda olur, vicdanlı tarixçilər deyir, deyən nə elə deyil. İranın, bugünkü İranın Fars dövləti olması çox şərti bir şeydir. Onu idarə edən həmişə türk sülalələri olubdur. İndi diqqət yetirin, görün, bunu eləmək üçün, bu həmin o tarixi saxtalaşdırmaq üçün bizdə nə edirlər? Bizdə Şah İsmail Xətaini, Səfəviləri niyəsə türk sülaləsi kimi yox, Şiə kimi təqdim edirlər. Çünki Azərbaycanda İrana qarşı bir nifrət yaradılıbdır. İran Şiəliklə eyniləşdirilir və Səfəvini də gətirib, Səfəviləri Şiəliklə eyniləşdirəndə istər-istəməz Azərbaycan insanının bir çoxunda bir negativ münasibət formalaşır. Bunun özü ən böyük təxribatdır. Azərbaycan dövlətinin başçısı Şah İsmail Xətaiyə heykəl qoyur. Onun əlaltıları isə Səfəviləri aşağılayır, Səfəviləri düşmən elan edir. Yəni bizə qarşı həmin o hibrid müharibə öz daxilimizdə də gedir. Təkcə İran ətrafında yox, qlobal müstəvidə yox, Azərbaycanın daxilində də gedir. Qaldı Azərbaycanın birləşməsi. Yəni bugün Cənubi Azərbaycan deyilən, birisi orada iki ostandır. Bir Cənubi Azərbaycan, bir də Şərqi Azərbaycan. Bu iki ostanda Azərbaycan türklərinin cəmi 50% yaşayır. Bugün İranın bir çox vaxtilə Fars kökənli olmuş şəhərlərində Azərbaycan türkləri o cümlədən Tehranda çoxluq təşkil edirlər. Yaxşı, birləşdik, parçalandı və bu insanların talihi necə olacaq? Heç bir parçalanma, heç bir separatçılıq, yəni bunun adı separatçılıqdır, bölünmə deməkdir. Separatizm sözündə pis bir məna yoxdur. Separate, bölünmə deməkdir. Yəni, bu baş verəndə burada zorakılıqlar baş verir. Burada etnik nifrət yaranır, burada etnik qarşıdurmalar yaranır. Bundan sonra Azərbaycan türkləri o ərazilərdə, deyək ki, onların bir hissəsində yaşaya bilməyəndə, oradan bir 3 milyonu, 2 milyonu köç eləyəndə nə baş verəcəkdir? Nəhayət. Biz 34 ildir, bu il 35 il olacaq, müstəqil dövlət olmuşuq. Üzr istəyirəm, mən sadə dildə deyəcəm. Biz hələ küçəmizin zibilini yığa bilmirik, durub 40 milyonluq dövlət idarə etməkdən danışırıq.
Mən dövlətimin başında oturanlar özünü idarə edə bilmir. Onlar 40 milyonluq dövlət idarə edəcəklər. Ona görə biz bu halda Cənubi Azərbaycan əhalisinin rəyinə istinad etməliyik. Onlar özləri müəyyənləşdirəcəklər ki, hansı yol onlar üçün daha məqbuldur. Amma bizim üçün təhlükələrə gəldikdə, burada iki məqam var. Bayaq dedim, ola bilər bu kiməsə xoş gəlməsin. Amma siz artıq bunun əsasını izah elədiniz. İran Fars dövləti olduğundan daha çox türk dövləti. Və bugün biz Azərbaycanlı türkləri mədəniyyət, məişət, mətbəx, təfəkkür, ictimai siyasi münasibətlər sistemi baxımından daha çox İran Azərbaycanlılarına yaxınıb, təbii bu eyni millətdir, nəinki Türkiyəyə. Bu deməkdir ki, İrandakı həmin o ixtişaşların Azərbaycana keçmək təhlükəsi də var. Çünki ictimai siyasi vəziyyət də, sosial-iqtisadi vəziyyət də olduqca oxşardır. Orada da avtoritar, sərt rejim var. Azərbaycanda da bir marionet, avtoritar rejim var ki, getdikcə daha da sərtləşir. Onu tutur, bunu tutur. O Elşad Qosə bir kəlmə söz işlədibdir. Gördüyünüz işin adını deyib də, tutub 15 tutka, nə bilim, həbs verirlər və s. Artıq heç kəsə məhəl qoymurlar. Və bunu bu hara aparır? Bu həmin o İran fenomenini aparır. İctimai şuurun modelinə görə, bir daha deyirəm, Azərbaycan daha çox İran ictimai şuuruna yaxındır, nəinki Türkiyə. Çünki Türkiyə ictimai şuuru tamam başqa tarixi reallıqlarda formalaşıbdır. Azərbaycan ictimai şuuru isə 100 illər boyu ta Rusiya işğalına qədər vahid bir modelə malik olubdur. Yəni cənub-şimala bölmürəm. Və bu halda da dediyim kimi həmin o proseslərin Azərbaycana keçmək təhlükəsi var. Digər bir təhlükə, İrana qarşı hərbi əməliyyatlar olarsa, böyük qaçqın ordusu və bunun nəticəsində bir humanitar böhran yarana bilər. Hərçənd Cənubi Azərbaycanlılar onlar ölkəsini tərk eləməyi sevmirlər. Torpağına çox bağlıdır. Elə bizim Azərbaycanlılar kimidir. Bizim Azərbaycan insanı niyə bugün Rusiyanın, Ukraynanın çöllərinə düşüb? Çünki hakimiyyət ona dözümsüz şərait yaradıbdır. Yaşam şəraitini onun əlindən alıbdır. Üçüncü təhlükə. Bunu da deyim Qurban bəy. Bunu da unudacağım. Xahiş edirəm. Bunu da deyim. Yəni orada təhlükələr çoxdur. Üçüncü təhlükə. Hansısa bir dövlətin yedəyində gedib İrana qarşı bu və ya digər əməliyyatlarda iştirak eləmək, söhbət aktiv hərbi əməliyyatdan getmir. Söhbət deyək ki, kəşfiyyat əməliyyatından gedə bilər, hansısa radioelektron əməliyyatlardan gedə bilər. Gəlin özümüzü aldatmayaq. İran bugün Elon Musk'ın Starlink'ini tam olaraq susturur. Yəni o kifayət qədər ciddi texnoloji imkanlara malikdir. Və Azərbaycan ərazisindən hər hansı bir təhdid olarsa, İran onu həmən aşkarlayacaq, Rusiya da bu işdə kömək edəcək və bu zaman İran-Azərbaycan münaqişəsi yarana bilər. Bizə ümumiyyətlə kiminləsə münaqişə lazımdırmı? Xeyr, bizə bugün Ermənistanla da münaqişə lazım deyil, heç kimlə münaqişə lazım deyil. Bax, bütün bu məsələlər, dediyim kimi, mən bir neçə bəndə toxundum. Amma o təhlükələr sırasında olduqca böyük, ciddi təhlükələr var ki, onları da biz nəzərə almalıyıq. Təşəkkür edirəm. Bax, bu qədər. Təşəkkürlər Rəsum bəy. Siz danışanda mənim gözüm çılaşdı bir söhbət pəncərəsində bir rəyə. Siz deyəndə ki, cənublar ümumiyyətlə torpaqlarını tərk etməyə meyilli deyirlər. Heç bir axında da olmayacaq orada. Bir nəfər yazdı ki, bəs biz doğrudan da vahid bir məkanda formalaşmışıqsa, onda nəyə görə Qarabağlılar tərk elədi torpaqları? Dostlar, mən sizə bir şey deyim. Qarabağlılar torpağı tərk eləməyiblər. Heç kim özünü anlatmasın. Tarixi də saxtalaşdırmağa ehtiyac yoxdur. Qarabağlıları Azərbaycan hakimiyyəti oradan çıxardıbdır. Ağlı başlı Heydər Əliyev Zəngilana, mumun dəfələrlə demişəm efirdən, Zəngilana bir müəllimə vaxt gəlmişdi, məsləhət almaq üçün. Söhbət düşdü, dedi ki, qardaş, biz o erməni görüb eləmə diyordu. Nə erməni?
Nə ateş, nə hücum, nə zat. Hökumət kamazları göndərdi, panika saldılar, cəmaatı çıxartdılar. Cəmaatı oradan tökdülər ki, Araz çayına. Buna dövlət edib, hökumət edibdi. Amma konkret bir misal deyəcəm mən sizə. 91-ci ildə Naxçıvanda görün nə baş verdi. Bu 90-cı ilin dekabr ayında sərhədlərin qırılması var, sökülməsi var ki, adın qoydular, nə bilim, həmrəylik günü, nə bilim nə. Bunlar hamısı əvvəlcədən KGB tərəfindən planlaşdırılmış hadisələr idi. Əvvəla Azərbaycana Moskvanın hərbi müdaxiləsini əsaslandırmaq lazım idi. Ona görə Nemət Pənahlı kimi bu uşaqların əli ilə cəmaatı qızışdırıb tökdülər, sərhədləri göçərslər, neynədilər. Nemət durdu Arazın qırağında, hey, biz tankları yara-yara gəlmişik deyə. Buradakı durdan qışqırdı, nə deyirsən? Nə ta başa düşməyəcək orada oturan. Ya, bu vəziyyətdə məqsəd nə idi? Sərhədi boşaltdılar Arazda, sərhədləri götürdülər. Nəyə hazırlanmışdı, planlaşdırmışdı bu şeylər? Ermənilər Rusların köməyinə hücum elədilər Kərki tərəfdən, Arazdayan tərəfdən, Sədərək tərəfdən, Naxçıvana. Onların planı belə idi ki, cəmaat sərhəd açıqdır, qatıb gedəcəklər və sonra boşaldacaqlar Naxçıvanı. Amma bilsin nə oldu dostlar? Onda Sədərəklilər, Naxçıvanlar orada kimlərin ki, hücum təhlükəsi var idi. Onlar arvad uşağı apardılar, yığdılar Araz çayının sahilinə palatkalar qurdular. Arvad uşağı qoydular ora, hamı silahlanıb qayıtdılar. Ki, burada yalnız ölməklə torpağımızı xilas eləmək, qaçmaq torpağı müdafiə yolu deyil ki, vətəndən qaçma müdafiə vasitəsi deyil. Bizim Quran-ı Kərimdə, dinimizdə Allah da bizə tələb edir ki, dönüb geriyə qaçmayın, qətiyyən. Və çox azlıqlar, çoxlulara qalib gəlib. Bu da Quranda var. Naxçıvan cəmaatı apardı uşaqlar, qadınları mani olmasın deyə töydülər. Arazın kənarında qayıtdılar. Qarabağlılara bu şans tanınmadı kişilər. Qarabağlıların silahlarının əlindən aldı. Müdafiədə buyurun. Qurban bəy, üzr istəyirəm, məcburam sözünüzü kəsim. Mən təklif edirəm ki, bu Qarabağlılar söhbətini yığışdıraq. Qarabağın hər bir rayonu minlərlə şəhid veribdir. Bəli. Əgər dinc əhali qorunmursa, müdafiə olunmursa, o nə etməlidir? Üstünə tankla gələnin qarşısına daşla çıxmalıdır. Harda görmürsünüz? Torpağını tərk eləmir sözünü də mən tamam başqa mənada dedim. Torpağına bağlılıq mənasında deyirəm. Vətəninə bağlılıq mənasında deyirəm. Ermənilərin o zaman Qarabağda ermənilərin də itirdiyi ərazilər oldu. Onların Bakıdan gedən ermənilər, onların 90% Ermənistandan kənara getdi, Rusiyaya getdi, Amerikaya getdi, Fransaya getdi. Həmin ağır illərdə Azərbaycanda işğal olunmuş ərazilərdən və Ermənistandan çıxarılan əhalinin heç 10% ölkədən kənara getmədi. Hamısı Azərbaycanda məskunlaşdı. Baxmayaraq ki, çox ağır şəraitdir. Ona görə bu məsələləri qarışdırmaq lazım deyil. Müharibə şəraiti başqa bir şeydir. Ümumiyyətlə, insanların torpağına bağlılığı o ümumi bir anlayışdır. Və digər bir məsələyə də bayaq siz dediniz, silahlı məsələsi. Sizə kim dedi ki, Azərbaycan türkləri silahsız bir anda? Hazır, İran ordusunun 60-70% Azərbaycan türklərinin əlindədir. Həmin o PKK-çılara, nə bilim, o başqa separatçılara uzaq başı nə verəcəklər, nə bilim, qumbaratan verəcəklər. İran ordusundakı Azərbaycan türklərinin əlində isə İranın aviasiyası, tank qoşunları, artilleriyası var. Gözünü bu qədər aciz saymayaq. İran ordusundakı türklərin əlinə silah ola bilər, amma Sulduzda baş verən hadisələr, burada Kürtlər gəldilər, Urmiyədə də, Sulduzda da yerli əhalini türkləri qovub çıxartdılar, niyə silahları yoxdur? Söhbət əhalinin silahlanması. Qurban bəy, əhalinin silahlanmasına ehtiyac yoxdur. Sulduzda niyə baş verdi? Ona görə ki, İran hakimiyyətinin layihəsi idi və hərbi də hakimiyyətə tabidir. Amma başı pozuqluq yarananda, siyasi hakimiyyət iflasa uğrayanda artıq hərbinin tabi olacağı yeganə amil onun öz iradəsidir. Başda oturan Azərbaycanlı generalların öz iradəsidir. Onda həmin o İran ordusu deyilən Azərbaycan əsilli generalların idarə elədiyi ordu bütün o terrorçuları, bütün o tör-töküntüləri bircə günün içində
şumlayıb keçəcək üstündən. Yəni əhalinin silahlanması öz-özlüyündə çox təhlükəli tendensiyadır. Çünki o silahlar kriminal elementlərin də əlinə düşür, o silahlar satqınların, təxribatçıların da əlinə düşür. Yəni bu mənada mən deyirəm ki, biz Azərbaycan əhalisini, İrandakı Azərbaycan əhalisini bu qədər aciz hesab eləməyək. İranın dağılması ilə bağlı iki tezisi də deyim icazənizlə, bununla sualınız olmasa Bir yetkin dənə sualım olacaq. Bir dənə sualım. Buyurun. İranın dağılması bugün və ümumiyyətlə onun hətta zəifləməsi o heç bir halda böyük güclərin marağında deyil. Çinlə Rusiyanın marağında ona görə deyil ki, o İran, yəni onların müttəfiqidir. Qərb dövlətlərinin marağında deyil. Ona görə ki, İran zəifləyəcəyi halda həmin o üçbucaq ki var, bir-birinə qarşı duran Türkiyə, İran, Səudiyyə, orada əsas güc keçəcək, yəni güc nisbəti dəyişəcək regionda və keçəcək özəlliklə Türkiyənin və həm də Səudiyyə Ərəbistanının nəzarətinə. Və bu bölgədə, yaxın şərqdə yeni bir geosiyasi mənzərə yaradacaqdır ki, böyük dövlətlərdən, ABŞ-dan, Avropa Birliyindən, NATO-dan yeni yanaşmalar tələb edəcək, yeni strategiyalar. Bu da illər tələb edən bir prosesdir. Yəni, mən yenə deyirəm, mən zərrə qədər inanmıram ki, məsələn, bugün Trump administrasiyası İranın dağılmasında maraqlıdır. Maraqlıdır ki, İran müəyyən güzəştlərə geçsin və İranla biznes qursun. Mən hətta düşünürəm ki, İran nüvə proqramından imtina eləməsə belə, Amerikan neft şirkətlərini ölkəyə buraxsa, elə bu kifayət eləyəcəkdir ki, anlaşmalı olunsun. Bu qədər. Təşəkkürlər. Vaxtımızın az qalmasına baxmayaraq bir vacib suala da istəyirəm aydına gətirək Ərəstun bəy. Amerikanın təbii ki, fikri ola bilsə ki, İranı indiki vəziyyətə saxlayıb, sadəcə rejimi dəyişdirmək, öz hakimiyyətini almaqda. Amma İsrailin bilirsiniz ki, regionda yeganə məqsədi bütün müsəlman dövlətlərini daha kiçik parça dövlətlərə bölüb təsiratını almaqdır. Onu gizlətmirlər. Suriyanı da o günə salmağa çalışır, İraqı da salmağa çalışırlar, o zaman İranı. Biz pis variantı götürəksə beləyək ki, indiki rejim qoruya bilmədi, İran xalqı, indiki İran xalqı qoruya bilmədi və parçalanma getdi İranda. Onda Şimali Azərbaycan dövlətinin vəzifələri nədən ibarət olmalıdır, Türkiyənin mövqeyi necə olmalıdır və biz xalq olaraq hansı mövqeyi tutmalıyıq cavabla bağlı. Yəni, ən pis senaridən danışırıq. Bəzi həmvətənlərimiz bilirsiniz, Azərbaycan indi bir vətənpərvərlik mi deyim, bilmirəm, nə deyim, millətçilik mi qızışdırılır. Mən hesab edirəm ki, bu ən pis senaridir. Təbii. Çünki bu böyük bir destabilizasiya ocağı yaradır. Cənubi Qafqazı ta yaxın şərqə qədər əhatə edən böyük bir zolaqda və bundan heç kim heç nə qazanmayacaqdır. Ola bilər 50 ildən sonra, 30 ildən sonra sabitlik yaransın və bu müddətdə heç kimə böyük görünməsin. Liviyada, Suriyada vətəndaş müharibəsi artıq ən azı 15 ildir gedir. Hələ ortada heç bir nəticə yoxdur. İraq prosesi 25 ildir gedir. Ortada heç bir nəticə yoxdur. Hələ də İraq hökuməti tam olaraq ölkə ərazisinə nəzarət edə bilmir. Buna görə deyək ki, bu senari baş verdi. Bu senari baş verdiyi halda təbii ki, o zaman Cənubi Azərbaycanın müstəqilliyini elan etməkdən başqa şansı qalmayacaqdır. Və həmən də bu halda Azərbaycan, Türkiyə və Azərbaycana Türkiyə müttəfiq dövlətlər o müstəqilliyi tanımalı, təcili onunla təhlükəsizlik paktı imzalamalı və həmin dövlətin, yeni yaranan dövlətin təhlükəsizliyinə təminat verməlidir. Məsələn, tutalım ki, Azərbaycanda milləti müdafiə aktı qəbul edilməlidir. Türkiyədə buna oxşar bir sənəd qəbul edilməlidir və Azərbaycan xalqının onun silahsız hissəsinin, yəni Cənubi Azərbaycanda həyatına qəsd edən, istənilən terrorçu, ekstremist, xaricdən idarə olunan təşkilatlar, terrorçu təşkilatlar darmadağın edilməlidir, özü də amansızcasına. Necə ki, bugün Türkiyə, Suriyada Amerikalıların və İsrailin himayə etməsinə rəğmən terrorçu Kürd dəstələrini
məhv eləməkdədir. Bu müharibədir. Müharibənin məqsədi budur. Sən düşməni öldürmürsənsə, düşmən səni öldürür. Müharibə artıq rəqs meydanı deyil. Müharibə şahmat lövhəsi arxası deyil. Müharibənin öz qaydaları var. Əli silahlı qarşında duran düşməndir. Bu birinci qaydadır. İkinci qayda düşmən məhv edilməlidir. Bu halda belə bir senari işə düşməlidir. Təşəkkürlər. Minnətdaram sizə. Məncə İranla bağlı çox vacib suallar adını gətirdiniz. Mən təşəkkür eləyirəm sizə də, izləyicilərə təşəkkür eləyirəm və ümid eləyirəm ki, nəsə sualları qalarsa şərhlərdə yazarlar və növbəti dəfə biz efirə çıxanda bunu da müzakirə edirik. Hamımıza uğurlar arzulayıram. 26-cı il dəyişikliklər ilidir. Dünyada da, Azərbaycanda da, regionda da böyük dəyişikliklər olacaqdır. Ola bilsin ki, o dəyişikliklər müəyyən qədər ağrılı olsun, hansısa bölgədə faciəvi xarakter daşısın, hansısa bölgədə dramatik olsun. Ümid eləyək ki, biz onun ağrılı, dramatik, faciəvi olmasına yol verməyəcəyik. Amma artıq o dəyişikliklər qaçılmazdır. Mən arzu edirəm ki, gələn ilin yanvarında biz artıq quruculuq haqqında danışaq. İnşallah. Sağ olun. Sağ olun, təşəkkürlər. Mən Azərfilm ailəsi adından Ərəstun bəyə təşəkkür edirəm. Dostlar, hal-hazırda 2600 qədər adam bizi YouTube-da izləyir. 97 nəfər TikTok-da. Canlı izləmə sayı 2800-ə 3000-ə qədər qalxdı. Bunu göstərir ki, cənubda baş verən hadisələrə xalqımız laqeyd deyil. Çox ciddi proses gedir orada. Təbii ki, hamı istər ki, qonşusunda güclü, dövlət, stabil bir dövlət olsun, zəngin bir dövlət olsun. Amma nə yazıqlar ki, xarici qüvvələrin əli ilə İran dövləti illərdir mühasirədədir, embargo altındadır, sanksiyalar altındadır. O şəraitdə belə atom bombası düzəltməyə qədər inkişaf edibdir dövlət. Amma son vaxtlar yəni beynəlxalq güclərin təzyiqi altında xüsusi metodlarla İranın daxilində inflyasiya, qiymətlərin qalxması və s. Əhalini küçələr atıb və bu prosesdən də müəyyən qüvvələr istifadə edib İranın daxilində təxribat törədirlər. Avtobuslara yandırırlar, binaları yandırırlar və s. Bu təbii ki, İran xalqının, İran vətəndaşlarının daxili işləridir. Biz kənarda müşahidə edirik. Biz istərdik ki, istər İranda, istər Rusiyada, istər Ermənistanda, istər Gürcüstanda fərqi yoxdur. Qonşu dövlətlərin hamısında stabillik olsun. Beynəlxalq qanunlar çərçivəsində bu dövlətlərlə rəftar olunsun. Amma bizim istəyimiz istək olaraq qalır. Göstərən budur ki, bugün dünya başqa qaydalarla idarə olunur. O gün dünən briefingdə, mətbuat konferansında sual verdilər Trumpa, beynəlxalq hüquqla bağlı. Trumpın cavabı net və qəti oldu ki, beynəlxalq hüquq mən özüməm, mənim əxlaqımdır. Trumpın dünyanın gözü qarşısında qulağı eşitə dedi, söz budur ki, nə beynəlxalq hüquq? Bugün dedi, beynəlxalq hüquq mənəm, Trump dedi, mənim şəxsi əxlaqımdır. Yəni, bu deməkdir ki, bizim məlumatımız yoxdur. Biz proqnoz verə bilmirik ki, İranın nə baş verəcək. İndi Avropa hələ ki, bir tərəf qalıb. Amma Amerika Birləşmiş Ştatları açıq şəkildə bəyanatlar verir ki, atəş əsas xalqa bizə satacağıq, nə bilim, biz azadlıq istəyən İran xalqının yanında və s. tezdə təşərrələyirlər. Mən istəyirəm burada, istər bizim bugün elədiyimiz söhbəti, istərsə də İran və onun ətrafında baş verən söhbətləri düzgün başa düşsün millətimiz. Dostlar, xarici qüvvələrin hazırladığı senari ilə istənilən dövlətdə, o cümlədə indiki İranda baş verəcək dəyişiklik orada yaşayan xalqların xeyrinə ola bilməz. Bu bir mənalıdır. Təkrar edirəm, xarici qüvvələrin əli ilə baş verəcək, hər hansı bir dövlətdə baş verəcək bir dəyişiklik o dövlətin vətəndaşları üçün xeyirli ola bilməz qətiyyən. Oyunu quran özü bilir ki, oyunu nə məqsəddən qurur. Oyunu quran bilir ki, dövlət çevişi eləcəksə, kim gətirəcək ora? Xalqın başına ona sadaqlar. Həyasızcasına müəyyən qüvvələr Şahın oğlunu təbliğ eləməyə başladılar ki, güya
Şahın oğlu gəlməlidir hakimiyyətə. Soruşuram, necə olur ki, Avropada, Amerikada seçki yolu sonra rahatlıqla, sivil qaydada özlərini prezident seçməyə rəva bilirlər özlərini, amma İrana ya başqa dövlətlərə şah gətirmək, kənardan kimi gətirmək. Baxın, bu birisi bir milləti nə qədər aşağılamaq, alçaltmaqdır ki, dünən axşam bir Çeçen dostumla məsələni müzakirə edirik. Deyir ki, qurban, bunun səbəbi odur ki, onlar bizə hələ də sizə heyvan kimi baxır, qoyun kimi baxırlar. Doğru belədir. Amerika Müslüman dünyasında heyvan kimi baxır, qoyun kimi baxır. İran vətəndaşları qoyun kimi baxır. Onu dostlarla bizə də heyvan kimi baxırlar. Əgər belə olmasaydı, İlham Əliyev dəstək verməzdilər ki. Onun kürəyini və sığalamaz, yəni yaxşı oğlansan, sən güclü lidersən, nəsən, 22 ildə hakimiyyətdəsən, əksən sənə. Deməzdilər ki belə. Çağırıb onun uşaqlarına hədiyyə göndərməzdi ki. Kişilər, ailəni başa düşürmüş şeyləri. Azərbaycan xalqı özü öz taliyi ilə verməlidir. İran xalqı özü öz taliyi ilə verməlidir. Orada parçalama olacaqsa, sənəfdaşı qardaşlarımızda Ərəstun mən dediyi kimi öz müstəqillərini elan edəcəklər. Amma bu dəqiqə sən durasan ayağa, məhz İranın parçalanması istiqamətində iş aparasan, Azərbaycan özü hər an belə bir təhlükə qarşısındadır. Heç kəs bunu unutmasın. Siyasətlə məşğul olmaq başqa şeydir. Şeir yazmaq, məqalə yazmaq, roman yazmaq, xəyal uğraşdırmaq başqa şeydir. Bu regionda geosiyasi problemlər var. Bu problemlər həll olunmalıdır mütləq. Hansısa formada. O necə həll olunacaq? O işin gedişindən bağlı olaraq bizdə müəyyən münasibət tələb ediləcək. Xalq kimi də, dövlət kimi də. Mən şəxsən hesab edirəm ki, əgər sabah lazım gələcəksə, İran müraciət edəcəksə, yardım üçün, kömək üçün Azərbaycan dövləti hərbi yardımda bulunmalıdır. Türkiyə İran dövlətinə hərbi yardım eləməlidir. Təkrar edirəm, əgər sabah lazım gələcəksə, İran dövləti müraciət eləməlidir. Türkiyə də Azərbaycana da hərbi yardım üçün. Çünki bugün İranın daxilində baş verən proseslər İsrail tərəfindən körüklənir. Bir çox provokator və qüvvələr də orada istifadə olunur. Burada baş verən hadisələri orada cənnətdə yaşayan Türklər mi qurublar bu oyunu? Yox. Onda bizim Türklərin qurmadığı bir oyundan biz hansı qazancı götürə bilərik? Özümüzü anlatmayaq. Heç kim özünü anlatmasın. Neçə ki, Azərbaycanda belə bir idarəçilik var. Cəmdəki qardaşlarımızın da azadlığı üçün bu hakimiyyətin nəsə eləyəcəyinə inanmayın.